Əskər, xalan sənə qurban, nə olub belə qəmli-qəmli oxuyursan? Adam eşidəndə ürəyi yanır. Ay xala, elə bu dünya belə gəlib, belə getsə. Bəs bunun axırı nə olsun? Vay, dünyaya nə olub ki? Allaha şükür pis dolanmırıq. Barın, dövlətin, pulun, daha nəyin fikrini çəkirsən? Ay xala, o tərəf bu tərəfə baxıram, belə neysə bir şeyim çatmır axı. Vay, çatmayan bir şeyin varsa, gedəni göndər, bazardan alsın, gətirsin. Yenə sən mən deyəni başa düşmədin. Ay xala, Hə, mən səninlə böyük mətalibin söhbətini eləyirəm, amma sən mənimlə bazardan danışırsan. Əskər, sən Allah, mənlə açıq danış ki, başa düşüm. Axı, mən türkəsaya bir arvadam, ərəb dilini hardan bilim? Mən bilirəm. Ağam arvad almaq istəyir. Vay, bəs bayaqdan bunu mənə niyə demirsən? Axır gərdin çıxdın mən deyənə. Mən də gedəni bazara göndərirəm, özüm gedəcəyəm. Dayan, dayan ay xala. Hara belə tələsirsən? Bəyəm evlənmək asan işdir. Evlənmək, su içmək kimi asan bir şeydir. Sən bunun fikrini çəkirsən? Mən əvvəlcə gərək özüm qızı görüm. Xoşuma gəldi alırım, xoşuma gəlmədi almayım. Başıma xeyir. Sən kişi xeylağı. Qızı necə görəcəksən? Heç haqd öz qızını sənə göstərər. Ay xala, mən qızı görməsəm, sevməsəm evlənməyəcəyəm.